Bu gün 2 əməliyyatımız var. Hər ikisi xanımdır və onu da vurğulamaq istəyirəm ki, kesaryədən sonra yaranmış yırtıqlardır. Xanımlardan biri 3 il bundan əvvəl əməliyyat olub, biri 1 il bundan əvvəl. Əvvəllər ümumi əməliyyata bağlı olan ağrı, şişkinlik falan fonunda yırtığı görməyiblər və ümumi narahatçılıqları olmayıb. Amma hal-hazırda elə bir vəziyyətə gəlib çatıblar ki, təəssüf olsun ki, bunu biz konservativ və yaxud da hansısa bir başqa yolla kömək edə bilmirik və məcburiyyət qarşısında əməliyyat eləyəcəyik. Burada əsas yaranma səbəbləri kimi xanımların əməliyyatdan sonra bandajı, yəni bel bağlamasının düzgün istifadə etməməsi, vaxtından əvvəl ağırlıq qaldırması, həkimlərin dedikləri, belə deyim, məsləhətlərə uymamasıdır. Və əvvəl də bu xanımlar bizə müraciət edən zaman biz onlara bütün məsləhətlərimizi verdik, amma getdikcə halları narahat olduğu üçün və yırtığın böyüdüyü üçün, problemin kəskinləşə bildiyini anlatdıqdan sonra hər ikisi əməliyyata razı oldu və bu gün əməliyyatımızı icra edəcəyik. Və onu da qeyd etmək istəyirəm ki, bu videoların çəkilməsi, paylaşılması sırf maarifləndirmək üçündür. Əməliyyatlardan sonra, kesaryə əməliyyatından sonra və başqa əməliyyatlardan sonra həkimlərin məsləhətlərini tam dolğun şəkildə icra etmək lazımdır və həkimlər deyirsə ki, hansısa bir hərəkətləri eləyin, hansısa bir ağırlıqları qaldırmayın, mütləq şəkildə onu riayət etmək lazımdır ki, sabahsı gün yırtıq və yaxud da başqa problem olmasın.